Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, dəyərli həmkarlar. Mən Cahan Hüseynova, bugün sizinlə qəbuldan bir sual rubrikamızın ikinci sualının izahını paylaşacağım. Qeyd edim ki, bugünkü sualımız inteqrasiya ilə bağlıdır. Mən əvvəlcə sizə inteqrasiya haqqında məlumat verim, sonda isə birgə sualın cavabını tapaq. Deməli, bizim, yəni məktəbə qədər təhsil sahəsində inteqrasiyanın iki növü var. İnkişaf sahəsi daxilində və inkişaf sahələri arasında. İnkişaf sahəsi daxilində inteqrasiya bir inkişaf sahəsinin əsas standartları və onların alt standartları arasında olan inteqrasiyadır. Məsəl üçün 2, 1, 4, yəni canlı-cansız aləmin obyektlərini fərqləndirir. 2, 3, 1 əşyalarla 3 dairəsində sadə riyazi əməliyyatları yerinə yetirir. Aydındırmı? İkinci inkişaf sahəsinin birinci əsas standartı ilə ikinci inkişaf sahəsinin üçüncü əsas standartı arasında olan inteqrasiya inkişaf sahəsi daxilində inteqrasiyadır. Yəni, gəlin onu situasiyaya çevirək. Cahan müəllimə ətraf aləmlə tanışlıq məşğələsində 2-1-4 standartını götürür. Orada heyvanlar mövzusunu tədris edir və inteqrasiyasını edir 2.3.1 ilə. Yəni, həmin heyvanların balalarını sayacağıq, heyvanların qulaqlarını sayacağıq, cücələri sayacağıq, toyuğun cücələrini sayacağıq. Məqsəd nədir? İnkişaf sahəsi daxilində inteqrasiya etməkdir. Bu, digər inkişaf sahələri üçün də keçərlidir. Fiziki inkişafın, estetik yaradıcının və sosial-emosional. Yəni, ayrı-ayrı əsas standartları götürüb biz inkişaf sahəsi daxilində inteqrasiya yazırıq. İkinci növ inteqrasiyamız isə inkişaf sahələri arasında olan inteqrasiyadır. Bu zaman adından göründüyü kimi ayrı-ayrı inkişaf sahələri, onların təbii ki, məzmun standartlarını inteqrasiya edirik. Məsəl üçün, elə mən yenə də ətraf aləmlə tanışlıq məşğələsi, çünki nümunə buradan daha aydın olur. Ətraf aləmlə tanışlıq məşğələsində peşələr mövzusu tədris edirəm və bizim mən kiməm mahnısını da orada inteqrasiya kimi verirəm fəaliyyət zamanı, fəaliyyətin hər hansısa bir, yəni tətbiq etmə mərhələsində. Oldu mu? Deməli, peşələr mövzusu 2.1 əsas standartını mahnı ilə verirəm 3.1 ilə, 3.1.6. Nə oldu? İnkişaf sahələrini əlaqələndirdim. Hansıları? İdraki inkişaf sahəsi ilə estetik yaradıcı inkişaf sahəsini və yaxud da sosial-emosional inkişaf sahəsindən standart götürüb Lalənin arzusu nağılını uşaqlara danışıram və inteqrasiya edirəm. Məsəl üçün hansı? Elə 3.1 ilə Lalə ad gününə hansı hədiyyəni istəyirsə, onun hədiyyə şəklində uşaqlar çəkirlər. Oldu mu? Sosial-emosionalla estetik yaradıcı inkişaf sahəsi. Oldu. Deməli, indi isə sizə xüsusi bir qeyd deyirəm. İnkişaf sahəsi daxili və inkişaf sahələri arası inteqrasiya yalnız və yalnız eyni yaşda olmalıdır. Aydındırmı? Mən nə sahə daxili inteqrasiyada, nə də inkişaf sahələri arası inteqrasiyada öz qrupumun, yəni mən orta qrupda çalışıram hazırda, orta qrupumun standartlarını qoyub kənara, gedib aşağı yaşdan, ondan da aşağı yaşdan standart götürə bilmərəm. Bəs mənim öz qrupumun standartlarını kim reallaşdıracaq? Nə zaman reallaşdıracam? Və yaxud da böyük qrupdayam, orta qrupum. Nə üçün? Mən orta qrupda bəyəm bu təlim nəticəsini standartı, dövlətin standartını reallaşdırmamışammı? Bəs mən bu ilki standartlarımı nə zaman yerinə yetirəcəm? Mən qrupumu yaş dövrünün sonu üçün ümumi təlim nəticəsini necə çatdıracam? Bəs mən hər dəfə aşağı yaşdan inteqrasiya yazım. Aydındırmı? Və bir dəfəlik yadda saxlayın ki, bağçada, məktəbə qədər təhsil sahəsində ayrı yaşlar arasında inteqrasiya yoxdur, şaquli inteqrasiya isə heç yoxdur. Bəzən müəllimlər deyirlər ki, müəllimə imtahanda sualda düşmüşdü, səhv xatırlayırlar. Bağça imtahanlarının nə MİQ, nə diaqnostika, nə sertifikasiyada heç birində şaquli üfüqi sözü yoxdur. Onlar işlədiyi sınaqlardakı suallarla beyinlərində səhv salırlar, qarışdırırlar. Aydındır? Olacaq inkişaf sahəsi daxili və inkişaf sahəsi arası. Hər ikisi də eyni yaşındır.
Fərqi isə sahə daxilindədir, yoxsa sahələr arasındadır? Gəldik sualımıza. Sualımızın cavabını artıq sizə məlumdur. Gəlin onu da şərh edək. Deməli, savad təlimi məşqəsi. Burada bir hiylə işlətmişəm. Savad təlimi məşqəsi sözü yazmışam, amma yaşı qeyd etməmişəm. Aydın məsələdir ki, savad təlimi yalnız və yalnız 5-6 yaşda tədris olunur. C hərfini tədris edirəmsə, mövzusunu təşkil edirəmsə, standartım 2, 2, 4 səs və hərfləri fərqləndirir standartıdır. Götürmüşəm məqsədi isə, standartımı, inteqrasiyasını isə 3.11 böyük qrupun. Sual verirəm. Bəyəm məktəbə hazır qrupunun 3.1-1-i yoxdurmu mən böyük qrupunu götürürəm? Təbii ki, var. Nə etmişəm? Səhv etmişəm. Deməli, bu situasiyada inteqrasiya yoxdur. Cavab B bəndidir. B bəndində yazan müəllimələri təbrik edirəm. Qaldı ki, digər variantlara. Adından göründüyü kimi inkişaf sahələri arası və sahələr arası, yəni A və D variantları eyni məzmundadır, eyni mənadadır. C variantı ilə Y variantı isə inkişaf sahəsi daxili inteqrasiyadır, məzmunca eynidir. Yəni, hər iki variantlarda adlar eynidir, məzmun da eynidir. Aydındır. Ümid edirəm ki, sizə izahım aydın oldu. Bundan sonra testlərdə daha diqqətli olarsınız və məsləhət bilirəm ki, şaquli üfüqi yazılmış testləri də işləməyəsiniz. Görüşərik növbəti izahlarda, növbəti testlərdə.